ki. Onlarda olur. Azad uşağı deyil. Salam hörmətli dərbi iştirakçıları, mən Qasımov var, İstedadlarla İctimai Birinin rəhbəriyəm. Bugünkü tədbirimiz, təlimlərimiz lazım olsun. Azərbaycan Respublikası Qeyri-Hükümət Təşkilatlarının dövlət dəstəyi agentliyi, maliyyə dəstəyi ilə əlilliyi olan şəxslərin bazarlıqlarını inkişaf etdirməkdir. Bu layihənin iki qrupdan ibarət olan, hər qrupda 10-12 nəfər şəxsləri 10-cu plan qalxma və saflarla hər işlər bugün inşallah ki, sizə lazım olan nə lazım söyləyəcək və mən istəyərdim ki, bu tədbiri davamlı bu gələcəkdə sizin həm maddi rifahınızın yaxşılaşdırılması üçün, həm özünüzü hansısa bir sənət üzərində özünüzü tətbiq edib, çox önemli olaraq ki, bu layihədə davamlı olaraq bu sənəti öyrənəsiniz. Mən sonda qeyri-hükümət təşkilatlarına, dövlət dəstəyi minnətdarlığımı bildirirəm ki, bizim bu layihələrdə qalibiyyət və bizə maliyyə dəstəyi göstərir ki, biz bu kimi layihələri həyata keçiririk. Buyurun, çox sağ olun. Çok sağ olun. Çok sağ olun. Çok sağ olun. Teşekkür ederim. Görüşürüz. Minnettarım. Terbiye Sağ olun. Bizim başarılarımız. Fakat filmin sınıfı. Salam, hər birinizi salamlayıram. Sizlə bir arada olmaq çox xoşdur. Siz bağlarınızla bugün bizim tanışdıq günümüzdür, bugün bizim ilk günümüzdür. Həm sizlə, həm də materiallarla tanış olacağıq bugün. İstəyirəm ki, hamı özünü bir təqdim eləsin. Aha, buyurun. Ümumiyyətlə, bacarırsınız mı? Öyrənəcəksiniz bizlə inşallah. Bu gözəl qismimizi təqdim edin. Durmasa da olur. Durmasa adı nədir sənin gözəl? Güya. Güla neçə yaşın var? 18 yaşın var. Öyrənmək istəyirsən, səndə nə öyrənəcəksin? Toxunma yoxsa muncuq? Muncuq öyrənəcəksən, yaxşı. Sənin adı nədir bala? Kenar. Kenan, sən nə öyrənmək istəyirsən? Bukçu. Muncuq, inşallah. Bu gözəl qızımız da Zəhradır, hə? Zəhra neçə yaşın var? Sən nə öyrənməyə gəlmişsin? Muncuq. Bu balamız. Adı nədir bala? Adem. Adem. Adem neçə yaşın var? 4 yaşındayım. Neçə? 18. Nə öyrənmək istəyirsən? Muncuq. Sən də qızım? Əliyev Ömürayın, 17 yaşım var. Mən bugünkü gündə təşkil etdiyinizə görə ilk sizlərə təşəkkürümü bildirirəm. Çox sağ olun ki, təşkil elədiniz bu gözəl günü. Qubat müəllim başda olmaqla bütün hər kəsə təşəkkürümü bildirirəm. Mən bura gəlməkdə böyük məqsədim öyrənməkdir, nail olmaqdır uğurlara, önə getməkdir və mən bura muncuq öyrənməyə gəlmişəm. Muncuqlarla işlər yürüdəm. İnşallah. Biz sizlə həm muncuq çantaları öyrənəcəyik, həm də toxunma oyuncaqları öyrənəcəyik. Sadə materiallardan da saplardan toxunma çantaları öyrənəcəyik. Bu həm sizin maddi təminatınız üçün yaxşıdır ki, heç kimdən asılı olmayacaqsınız. Həm də o asudə vaxtınızı dəyərləndirməyiniz üçün əladır. Telefondan, mobil oyunlardan uzaq, özünüz üçün qəşəng hobbiniz olacaq. Həm də o hobbi ilə qazanc əldə edəcəksiniz. Bundan gözəl bir şey məncə ola bilməz. İnşallah ki, hamınız bir şeylər öyrənəcəksiniz. Siz sağ olun. İndi başlayaq biz.
Aha. Baxın, əgər kim ümumiyyətlə toxuya bilirsə, bax ona bu materialı verəcəyik. Çünki bu sap sökülməyən sapdır. Amma kim heç toxuya bilmirsə, ona bu sapdan verəcəyik. Daha sonra muncuq işləri öyrənmək istəyənlər üçün də muncuq çantalardan biz balaca elementlərlə başlayacağıq. Yəni birinci o elementləri öyrənirik ki, böyüdüb onu çanta formasına gətirə bilək. Hə, indi bunları bölüşdürək. Kim çanta istəyirdisə, siz çanta istəyirdiniz. Birinci hansını, bugün hansını başlayırsa, bugün çantadan başlayaq məncə. Hamımız çantayla istəyək, gələn dərslərimizdə də o birisi materiallara keçək. O keçiyor. Hansı bir-birindən gözəl? Hamıda olurdu. Əslində, muncuq çantanı öyrənəndən sonra vaxt çox aparılır, amma muncuq çantanın bir konkret texnikası var da. Elə bir ki, bir dənə ilməsi var. Bir dənə ilməni axıra qədər gedirik. Sadəcə o qulpunda, yanlarını birləşdirəndə bəzi yerlərində biraz başqa cür olur. Yoxsa əsas o düz hissəsi hamısında eynidir. Bir dənə ilməni öyrəndiniz, o sumkanın düz hissəsini tamamlayacaqsınız. Birinci burada başlayacağıq, tamamlamağı evdə edəcəyik. Gələn bəz onun kənarları, əgər vaxtımız çatsa, o birisi dərsdə qulpun edəcəyik. Yəni, ən çətini burada muncuq çantadır. Sadə muncuqlar bilirəm, burada çoxsu düzə bilir. Əgər ki, kimə muncuq çanta çətin olsa, ondan da sadə muncuqlar işləyəcəyik. Aha, indi bilirsiniz ki, muncuq çantanın işlənməsi üçün bizə belə bir iplər lazımdır. Buna da əslində Azərbaycanca bilmirəm adı nədir valla. Neska deyirlər. Jilkadır. Balıq tutmaq üçün ip yoxdur. Jilkadır. Ondan da 5 nömrədir. Sadəcə mən sizə nömrələrini də deyirəm ki, siz sərgiyə hazırlaşanda inşallah burada hazırladığınız işləri sərgidə nümayiş ediləcək, həm də satışa həyata keçiriləcək. Sərgiyə özünüz də əlavə istəsəz evdə materiallar alıb hazırlaşa bilərsiniz. Sadəcə nömrələrini də deyirəm ki, biləsiniz ki, siz özünüz alanda nə almalısınız? 5 nömrədir, jilka 5 nömrədir. Dəyişə bilərsiniz, istədiyiniz. Peki ağı da bize verirsen bu yaxşı görsün. Görmə zəifliyi olanlara açıq rəng daha yaxşıdır. Amma belə nəğmə gəldi. Nasıl istiyorsun? Hara kırıqlı bilirsən. Engi şeffafane gibi. Hamıya çatdı orada. Açıcı işte. Hamıya çatdı. Orası sizden iyi. Sen kimden şey namız keşeri. İstiyorsan bunu İstiyorsan bakın diye. Şef dağıtmış yapmam. Nergis çanta biliyorsun, sen öbüründe çantada yap. Çanta bildim də, amma şeydir, muncuq çanta bir şey. Geçen yıl muncuq çanta. Kızı için farkı yoktu gözünde. Ay çox yəni sərgilərdə saxlanılır muncuq çanta. İndi açacağım gözlüyünü. Cəng xanım gəlsin, qab gətirin qabları götürək ki, daha rəngli. Siz rəngini seçin. Hansı deyirəm, mən bu. O geçən. Şey, hamur karanlık. Qara gücüsündə. Hemen qarada ən geçən. Benim verin kıza da, benim verin kıza. Kvadrat. Yok değil. O kvadrat değil. İstersen başka renkte bayağı istersen. Köy renk istersen. Köy renk isteyen ama kız köy renk isteyen. Varsa 5 kadar.
Varsa dəyişəbilər. Qara kvadratda müəllimə. Hayır, azı bir dənə qulaq gətirsin. Çünki kvadrat. Kvadrat Yarına tapıyor, bir de gene. Yeni müəllime başladı. Aşağı Adınızı soyadınızı yazırsınız. Ben Yok, adını yazırsan, soyadını, adını, korktu, bu da benim telefon numarası, orada kol çekmeyi. Ben Zəhra vermək istəyirəm. Ha, bunu görmüşəm. Bunu görmüşəm. Çok geçen şey. Bir kasım göstərmişəm. Bunlara uzakçıya öyrəşdi bir dənə sınıfı. O da tam yerdən aldı. Sana yaxşı olur. Yine iyi Biri balaca açsın ki, səfirləməsin. Hansını bir tane? Kanal ilmə biraz fərqli olur. Şimdi oradan keçirdi. Aha, yox. Aha. Əks. Sizdə necədir? Gedirəm dərsən. Aha, bir dənə qaldırın baxaq. Qaldırın Kız yuxarı deyir, düz baxaq. eləmişsən. Aha. Əla. Aha, 12 dənə oldu sonra. Allah'ın başı anlamasın. Muzluq yetəri deyə 12 dənə sizə çoxdur. Aşağıda 2 dənə azalda, 2 dənə azalda. Çıxarmıyorlar. Muzluq çoxdur. 12 dənə ilə muzluq satmıyorlar. Bir də axıncı ilməli necə? Axıncı ilməli. Hamısının axırı belə olur. Bax, ikisini bura keçirdirik. Biri qalır ortada. Birində hərəsində bir dənə yox, yaxşı, birində 2 dənə, biri ortada. Dönmək üçün başa çevirək. Bax, gördük, döndüm. Bayaq sizdə burada qalmışdı, burada qaldı. Bizimki döndü, ikinci sıramızda. İndi bura 3 dənə keçirdim kənardakını. Sonra kənardakını 3 dənə keçirdim, sonra 3 dənə keçirdim bir mən burada. Ne dedik? Aha. İndi siz də bax, bura 3 dənə keçirdim, bura. Tak, ipi tak, çek yukarı, çek. Bunu çek. Aferin sana. Biraz sıklaştırır. Sınıf var. 12 tane sorayım. Birinə ən kənardakına 3 dənə salın. 3 dənə birinə. 3 dənə saldınız. Biri göre İndi bunu keçirdim bax bununla. İkinci sıra Üç tane sağlıklı neye? boş sap var. Boş sap keçirdim. Axıncı bunu. Yox, baxın, əks istiqamətdən ediyoruz. Hər şey bizdə əks istiqamətdən. 2 dənə saplı çıxırsa birisini görürük. Demək, əks istiqamətdir. Bax, gördük, əks istiqamət. Gördük, bax, gəldi. Burada. Bunu da 2 dənə sarısız, yeni baxalım. Bir de salat yapayım. Hadi bir de salat yapayım. Açık da sarı 3 dənə keçirdim. Bunuydu bu. Bir de salat. Yine 3 tane keçirdik, bir arkamızdan keçirdik. Bax, bunu dəyişmək üçün. Bax, kimdə belə bir şey var da aşağı. Bunu çıxardacağıq. Səhvimizi düzəldirik də. Bax, bu aralıqda olan muncuqlar var da, aralıq dediyimiz. Onlarda həmişə 2 sap keçir. 2 sap da bir-birinin əksi istiqamətə keçir. Eyni istiqamətdə keçə bilməz. Bax, bir-birinin əksinə.
Mehmet'in de 12 oldu. Güney'in bunu. Bunu bırakın şimdi. Aha, bunu bırak. Şimdi kızım da içine. Ay kızım. Aha kızım. Bunu bırak. Bak bunu bırak. Bunu bırak. Aha, bu toplanı bırak. Her tarafı üçlendi. Yine her Yok bir tane ipi üç tane. Yok Mehmet'in kanada geldi. Ha, bir ipe üç tane. Kesin. He bir de Ha, iyi bir yolda. Yavaş yavaş öyle yapacağız. Sen de havaya kümeyle bak. Mehmet'e böyle bir kanada üçlere geçirdi. Sonra da iyi yazıyor onu. Geçirdi. Aklıncanı geri. Bu boş saplı hadi olan bir sal hadi bir sal. Birinden. Aklıncancıktan. Alınmaz. Hesap yok. Ha, yok. Bir de sal. Bunu da getir. Bunu da sal. Ha, kapı bırakacağım. Sal sal. Bir de sal. Mehmet bak bunu da geçirdi. Sonra da iyi yazıyor. Sal bir de sal. Ben koymuş salmalı diye ben de şey. Bir hesap çıktı bu yana. Stol üstüne tutanda daha rahat olur. Havada tutanda kalır elimizde. Bak, bu düz. Siz o eyni şeyi üç defa tekrarlamışsınız. Bak, bu kenarıydı. Düzdür. Şimdi bunu ikinci buradan. Geçirdin onu. Hadi bir hadi salla salla kuzum sal böyle. Bir de sal. Yok, bir denesinden. Bir denesinden. Dartın çıktı. Bir denesini alasın dursun. Siz de onu o alttakini geçirdin, kabaktakini. Bak, bunu buradan geçirdin, düzdür. Düzdür. Düz oldu da. Üç tane geçirdi birine. Aha, düz oldu. Bir tane de benim de var. Sen bunu bırak. Burada iki tane. Bir tane bunu bırak. Bırak. Bunu. Buradan çeşitli. Aha. Mehmet üç tane. O taraftan ama o taraftan. Mehmet bunu eledik. Üç tane bir ekstramedik. Gördük bak. Çıktı zaten ikincisi. Sunucuklarımız geçelim. Koymaya gerek yok. Sen bunu gördük. Gördünüz gitmiş. Bizden de bir daha geçirmeye. Birine geçir. Hadi geçir ama. Çok yaşıyor. İkisini geçir ama. Biraz sakladığını saklı. Tamam, ne oldu? Geçir ikisini geçir. Bir çocuğu burada. Neredesin Gülüne? Neredesin bana bak. Nerede? Bak burada görsen lazım. Tahta üstünde topluma Saldırı. Börek bizde. eləmişdik. Sadece Hadi hamur tabimiz kaldı. şey, benden dayanır. Birini o taktın. Eğer sana çətin olsa verməyəcək, yaxşı səndən qolbaq edək. Tak yaxşı. Üç tane de geçirdi. Üç dənə də keçir. Yaş birini de tak hadi birini de tak. Hadi birini de tak. Didi düz diye. Belə də davam edirsən. Yenə də eyni şeydir. Buraya Bilememişim. Didi akı düz değil. Bu necə elədir? Bax, yadda qaldı. İki dənə bura taxam. İki dənə bura taxam. Birində keçirirsə təkrar arasına. Aferin balama. Aferin. Mehmet geçmeyince bunu geçirdi. Aferin benim balama. Bir şey bir Aslan toktun olsun. Didi düz diye. Demiş de düz diye. Didi düz diye. Merhaba.
Başlamadan qolbağlar edirlər. Buradan kesirsiniz. Ben öyle bir sen bakın görmüş görmüyor. Elindeki değil ki. Sen bakın Biliye bilmemişim. Bu da 2 lira. Bile. kızın eline ağır, kızın eline ağır. O işlerden sonra Olmak çetin. Başa düştüm diyemedim. Böyle en çakının birinci sırası. Sonrakiler eyni tekrarlanır. Eyni istiqamətə keçirir. Əks istiqamət. Bunu da kəmliyi verən ona əks istiqamətdə geçirməyimizdir. Yox. Əks istiqamətdə. O bizim tərəfdən. Tutuncukları başlayabilirsiniz. 4 tərəf geçirdim. Bunlar çok balaca olsa aralarından geçirecek. Hani ucu bestirmek. Bakın ne koydu? Çok balaca olan da sonra içinden geçiyor. Çətin bir şəkildə soruşun. Yaşlı. Bunu bura geçirim. Kızım bunu tezden kaydıram arkaya. Böyle arkaya kaydıram. Bunu bura geçirim. Başa düştüm. İkiler dalmışım. Dağıtanda belə dağıtın. İkisi dalmışım. Buna geçirdim, buna geçirdim. Böyle. Bakın belə tutuza. Mən bu gəlir tutarını yedim. Elə bu aşağıda, aşağıda edilmən, elə olur. Yox, Ama ucu aralarından geçirmek. Çok ne kadar saklanır. Yok çok Yaxşı. İndi taxım arasında bir daha ben belli məmsəl olmuyor. Danışıla bilmiyor, hesablaşırıq. Üç tane tapdınız bırak. Bundan bir kesin. Çok normaldir. Bir ayıkla çantanı yiyirmək olar. İstiqamata geçirir. Tam ümumiyyətlə hər dəfə aralı yaşadılar, əks istiqamətdə. Bu səfərdən. Boğazın qaşına gəlsin. Evdə 2 dənə kəlbətin Zəhra xanımda var, məndə varında bilmirəm. 2 dənə kəlbətin lazımdır sizə ki, hamınıza, həriyə 2 dənə kəlbətin. Bax, bunların hamısını sıxmaq üçün, hərəlik boş tuturuq. Mən gələn dəfə gətirəcəm, kimki yoxsa burada sıxacam. Amma ümumiyyətlə bu çanta işi üçün sizə hərəzə 2 dənə kəlbətin lazımdır sıxmaq. Çünki bu düyünlər sıxılmazsa, o çanta dağılma ehtimalı olur. Burada səhv mi var mənim? Bir addım qabağa getməmişsiniz altdan. Altdan gedin qabağa sonra. Əvvəlki sıram. O çıxardın onun hamısını. İndi bax, o 3 dənə salmışdınız. Birini salmış yox. Birini də salın aralı. 3 dənə salmışdınız. Daha əlinizdə görürsünüz 3 dənə ucu olur. Bu düyünü elə qoyduq yaxşı. Amma etdə bunları keçir düyünlərə lazım. Köftəcəsini başlayacaq, bax buradan, düyünü buradan, düyünü buradan. Necə idisə elə bir davam, biraz boşluq var sinirində, daha sıkıntı. Bir dənə başını kül başına yazılmış. Birini buradan, birini buradan. Onu keçirmişdik, güzel idi. Buradan bir de buradan.
Ha, düyünü hələ var. Səndə hələ deyil. Mənə Pamuk Universitetində dəyişmiş. Aha. Bax. Bax bunu, onu gətirin buradan keçin. Amma əks istiqamət bilirsiniz də, bax elə. O tərəf. Müştərəsi falan bura. Yox, 2 dənə var. 3 dənə deyil, bax, qıraqda bir dənə 3 dənə var. Loğaların hamısında 2 dənə. 2 dənə salon. Ha, çəkirəm. Hərisində bir dənə qalacaq. Nəhayət bilgilərimiz. Birine geçip Bir dənə əvvəl uncuk göstər, bir dənə uncuk. Aralı saplar əks istiqamət olsun. Yaxşı. Nərgiz bu sapı bir də. Ve burada bak. Ben istedim. Bir də uzun istəyirəm. Aha, daha olsun. Bunu mən neyim? Aha, bura keçir. Düğünə diqqətlə baxın. Bursa yapıldı. bir de iki tane Yapıldı salon var. içerisiz. Servis kalı yoktu. İki tane salon. Bir tane değil. Biri ama. Alacağız. Obisine keçməmiş. Hələ heç şey etməmiş. Də düyünlədim. Ha. Buydu. Qayıdıram. Geç bırak. Yeter de değil. Bana kimsə deyirdi ki, biz birinci növbədən ikinci növbəyə. İkincidən birinciyə keçmək istəyirik. Ha, ikincidən birinciyə keçmək istəyirik. Biz istəyirik müəllimə. Zəfə sən də, sən də. Bir daha bir tane sor. Sonuçta yeni düşmüş. Bu takım. Onu bura. Birini de geçip yerine. Değilim ama. Geçip yerine. Bunu sakla elindeki var. Ben boşluğa. Yalan bak. Böyle boşluk yalan bak burada. Bu ne bir olur. Niyə var? Gəl bura sal. Buna sal. 2 dənə sal buna. Əziz iştirakçılar, biz bugün artıq təlimimizin birinci gününün sonuna gəlib çatmışıq. Gördüyünüz kimi bugün materiallarla tanışlıq günümüz idi. Eyni zamanda bir-birimizlə tanış olurduq. Amma buna baxmayaraq biz artıq çanta hazırlamağa başlamışıq və bunu evdə davam etdirəcəyik. Materialları aparırsınız özünüzlə evə. Bu çantanın bax belə gördüyünüz düz hissəsini evdə işləyirsiniz. Hər sırada, hərəniz deməli, bax belə sayırıq. 1, 2, 3, 4. Bu formada sayanda 21 sıra olacaq. 21 sırada tamamlayırıq. Düyünləri kəsmirsiniz. Düyünləri gələcəksiniz, gələn dəfə burada kəsəcəyik. Çünki kəsmə təhlükəlidir, qopa bilər muncuqlar yenidən. Ona görə bu formada davam edin. Materialları aparacaqsınız, evdə davam edəcəksiniz. Bugünkü təlimimiz bu qədər yekunlaşdırılır. Gələn təlimimizdə görüşənəcək. Çok sağ olun. Allah size sevgiler. Sağ olun. Bizden biri sevgiler.